son 2 kutu. 8 kutudan 2 kutu. Bunu sizin üçün göstərirəm. Demək, bu hansı eynəklərdir? Bu görürsünüz. Yəni son saylardır da. Kimə düşdüsə bu qiymətə, kimin bəxtinə düşdüsə alsın, istifadə eləsin də. Nə vaxt olacaq bir də bu qiymətə bu eynək? Bu eynək artıq gəlməyəcək. Yəni belə deyək də, zavod bu eynək istəsə eləmir. Bu modellər tam qutardı. Mövsüm ortasında da istəyirsiniz, qalmır. Demək, qızılı rəngi mövcuddur. Çox qəşəngdir. Çox qəşəngdə qiymətədir. Baxın, opşi qızılı rəng, palavinka modeldir. Günəş şüalarından qoruyur, antifaradır, taxırsız hər yer işıqlanır. Bu formada taxa bilərsiniz, biraz tündlük göstərsin gözünüzün qarşısını. Bu formada sırf aydın göstərir, burun hissəsini ayarlaya bilirsiniz. Bu modeli var. Sonra baxın, qara korpuslu olan modeli mövcuddur. Açan bir əmrə da baxın. Görürsünüz. Çox gözəl eynək modellərdir. Çox qəşəng, səliqəli, dəmir korpuslu, keyfiyyətinə söz yoxdur. Palavinka modeli çox gözəl aydınlatması var. Sırf sürücü üçün gələn eynək modellərdir. Bu modellərin qiymətləri hal-hazırda endirimdədir. Bir ədədin qiyməti 15 manat. 35 manatlıq mənim satdığım 35. Normalda mən bunu 50-55 manat satanları görmüşəm. Mən 35 manata satırdım. İndi bütün nə var hamısını almışam. Qalanlarım da bunlardır. Qiymətlər 15 manat.